İndi çəkib təqdim eləyəcəyim mənzilin nə yerləşmə yerinə, nə mərtəbəsinə, nə də təmirinə söz ola bilməz. Mən inanmıram ki, kimsə buna bir dənə üzr istəyirəm mız qoysun da. Sizə Xalqlar Dostluğu metrosunun tam yaxınlığında 9 mərtəbəli binanın 8-ci mərtəbəsində 85 kvadratda qanuni 3 otaqdan ibarət mənzil çəkib təqdim edirəm. Mənzilin özünün gözəlliyi, keyfiyyəti, təmirinin keyfiyyəti, yerləşmə ünvanı bir qırağa, qiyməti bazar qiymətindən 15-20 min aşağısına təklif olunur. Mən özüm 2 məhəllə o tərəfdə eyni belə bir mənzil çəkmişəm 223 min manata. Hal-hazırda satışdadır, onu da göstərə bilərəm sizə. Bu mənzilin qiyməti isə 207 min manata təklif olunur. 207 min manata, haradasa 10-15 min aşağısına. İstilik sistemi hamısı qaydasında, radiatorlar qaydasında, pərdələri, çılçıraqları qaydasındadır. Bugünkü gün satış bazarında belə bir mənzil yoxdur. 3 otaqdan ibarətdir, yelçəkəndir. Xalqlar Dostluğu metrosunun tam yaxınlığında, Babək körpüsünün tam yaxınlığında. Allahın köməyi ilə ev sahibinə pul lazımdır. Düzdür, çox endirim olmayacaq, gəlin baltalamayaq. Amma cüzi endirim yenə də nəzərdə tutulub. Sağ olun, salamat qalın.